Tavus Luhuf kitabında yazır, Səkinənin yuxusu adında bir hissə var. Görmüsünüz? Luhuf mötəbər kitabdır, tərcümə də olunub. Səkinənin yuxusu. Deyir, İmam Hüseynin qızı deyir ki, yatdım yuxuda gördüm bir xanımı kəcavədə aparırlar, hörmətlə, əzəmətlə. Gördüm hamı təzim edir o xanıma. Deyir, soruşdum ki, bu xanım kimdir? Dedilər ki, Peyğəmbərin qızı Fatimə Zəhradır. Uşaq deyir, yuxuda bunu mənə deyəndə dedim, bu mənim nənəmdir. Nənəm Fatimədir. Yol verin sözüm var ona. Deyir, keçdim qabağa, ağlaya-ağlaya dedim, nənəcan, xəbərim var, neynədilər? Xəbərim var, sənin oğlumu, mənim atamı şəhid elədilər. Anacan, nənəcan, xəbərim var, atamın başını bədənindən ayırdılar. Deyir, mən deyirəm, nənəm mənə qulaq asır. Xəbərim var, sənin oğlun mənim atamın başını nizəyə vurdular. Mənə bu ilə də kifayətlənmədilər. Sənin oğlunun cənazəsinin üstündən at çapdırdılar. Deyir, mən bu yerə gəlib çatanda xanım dedi, Səkinəcan, bəsdir, day danışma, taqətim yoxdur. Dinləməyə taqətim qalmayıb. Ondan sonra əlin atdı, deyir, bir köynək çıxartdı. Dedi, bu köynəyi görürsən, bu Aton Hüseynin qanlı köynəyidir. Yuxuda görür. Qiyamətəcən məndir, qiyamətdə məhşərə gətirəcəm. Mərhum Şəhriyar bunu yazır. Hüseynin köynəyi Zəhra əlində, çəkər qiha qiyamət, məhşər ağlar. Hüseynə yerlər ağlar, göylər ağlar, Bətul-u Murtəza Peyğəmbər ağlar. Var ki, daxil olacaq məhşərə xanım Zəhra, deyəcək, Hüseynimi görmək istəyirəm. Əmr olunacaq, məhşərin qəlbinə bax. Baxacaq, görəcək, Hüseynin başı bədənindən ayrılıb. Hədisdə var, elə ağlayacaq, Peyğəmbərlər ağladacaq. Qiyamət də bir əzadarlıq məclisidir. Nohə xanı da xanım Zəhradır. Peyğəmbər deyir, gəzərəm məhşəri, Hüseynimin əzadarları üzünün nurundan tanınar. Ya Rəsulallah, onları niyə axtarırsınız? Heç, onların əlindən tutub apararam cənnətə. Ya Rəsulallah, cənnətin harasına, öz yanıma. Allah mənə harda yer verəcək? Hüseynimin əzadarları mənim yanımdadılar. Cənnətdə mənim yanımdadılar. O 3 yaşlı qıza təvəssül eləmək istəyirəm. Adı tarixə məlum deyil, Rüqəyyə kimi məşhur olub. Rüqəyyə can dad qarışıb adıva. Canım qurban adındakı dadıva. Xanım zəvvarların gələn vaxtda qəbrüvə. Sənə qurban bizi də sal yadıva. Xanım Zeynəb deyir, dayandı üzü qibləyə, dedi, bibi mən dua eləyim, sən amindir. Dedim, ilahi, görəsən balam nə dua eləyəcək? Deyir, gördüm, o balaca əllərin qaldırdı göyə. Dedi, ilahi, elə yorulmuşam bu dünyadan, day öldür məni. Deyir, balam elə dua elədi ki, amin deyə bilmədim. O bilirsiniz, Şamın xərabəsində dəfn olundu. Onun qəbri oradadır. Xanım Zeynəb onu orada dəfn elədi və karvan istəyir hərəkət eləsin Şamdan. Xanım Zeynəb Şam cəmaatına müraciət elədi. Cəmaat toplaşıblar ki, Əhl-i Beyt gedir Şamdan. Fərmayiş etdi, şəhrizi tərk eylirik bugün. İlahi, bunu nə qədər demək olar? Hər il demişəm, hər ildə bu nalələri eşitmişəm. 20 ildir mən bunu deyirəm. Nə qədər təravətlidir bu qəm. Fərmaiş etdi, şəhrizi tərk eylirik bugün. Bizdən qalır xərabədə bir qəbr yadigar. Bu qəbridə yatan balanın çoxdur niskili. Şahzadədir, ürəkdə qəmi vardı bişimar. Mehmanuz idi, qonağuz idi, ay Şamın əhli. Mehmanuz idi, öldü balam, yasa gəlmədüz. Heç bilmədüz nə dərdinə öldü mənim balam. Heç bilmədüz gülüm niyə tez oldu tarımar.
heç yasına gələn olmadı. Mənim balamı müsəlman qəbristanına qoymadınız. Bizdən sonra əsir gələn vaxtda şəhrüzə, qəlbi şikəstə qızlara çox verməyin fişar. Mənzil verin, xərabə məkanda yatırmayın. Ali, əli tək eyləməyin tirə ruzigar. Bizdən sonra əsir gətirsələr, Əlinin balaları kimi davranmayın. 3 yaşda qızı damı olmayan xərabədə yerləşdirməzlər. Atası ölən qıza dil yarası vurmazlar. Xanımlar gəldilər ki, xanım bizi halal elə. İndi ki gedirsən bizi halal elə. Dedi, sizi halal eləyərəm bir şərtlə. Cümə axşamları olanda, öz ölənlərinizin qəbrinin üstünə gedəndə, mənim də bu qərib balamı yaddan çıxartmayın. Onun məzarı qəribdir. Onu da ziyarət eləyin. Bir Hüseynin qalan yetim balalarını mindirir kəcavələrə. Birdən Zeynəb gördü Səkinə yoxdur Rüqəyyənin bacısı. İlahi bu balama nə oldu, harda qaldı deyə xanım düşdü, xanımlar töküldülər yerə. Gəzirlər Şamı ağlaya-ağlaya Səkinəni çağırırlar. Şamın xanımlarından bir dəstə gəldi, xanım ağlama. İndi xərabə yanından keçəndə gördü, oturub bacısının qəbrinin yanında yana-yana ağlayır. Xanım gəldi, gördü, özün salıb o balaca qəbrin üstünə, bacısının qəbrinin üstünə. Ay mənim yol yoldaşım, olmaz səni tərk eyləmək. Kərbəladən Şaməcan bir gəlmişik, dur bir gedək. Deyir elə yana-yana ağlayır, xanım Zeynəb oturdu yerə. Məclis, əzadarlıq məclisi quruldu Rüqəyyə qəbrinin yanında. Xanım Zeynəb qəribə ağladı, qəfəsdə bülbülü şilim oyan, Rüqəyyəm oyan. Xərabə güşəsin etmə məkan, Rüqəyyəm oyan. Dur bax, bacıların gözü yaşlı, bibilərin giryan, gəliblə qəbrivin üstə, oyan, Rüqəyyəm oyan. Qorxma qızım, qorxma, asandır o gəlməkdən bu getməklik yolun. Qolları bağlı gəlibsən, bir də bağlanmaz qolun. Qorxma, bu karvanın başçısı özüməm, day sənin qoluğu bağlamayacaqlar, qoluğa qamçı vuran olmayacaq yolda. Şair nə gözəl yazıb, sözümü bitirirəm. Rüqəyyənin yeri var, qəbridən gələydi sədası. Qabar ayaqlarımın bibi var, hənuz yarası. Yorulmuşam, yatım asudə qoy xərabədə mən. Bu karvanı bibi rahi Kərbəla aparın, mənim dilimcən Əli Əkbərə dua aparın. Bibi bu karvanı aparın Kərbəla yolundan, Əli Əkbər qəbrini ziyarət elə söz. Deyin sənin qərib, məzlum bacından sənə salam var. Əla lənətullah.